Heydər Əliyev məndən xahiş etdi ki, oğluma deyisi sözlərim var. Mənə kömək elə. Mən də ona dedim ki, o zaman gəl gir mənim bədənimə, mən səni çəkim telefona və göndərirəm oğluna baxar. Nə demək istəyirəm deyərsən. Biz belə razılaşdıq və Heydər Əliyev mənim bədənimə girdi. Və mən o videonu çəkdim. Yəni mən burada aktyorluq etməmişəm. Nə edirsə o Heydər Əliyev bunu edib. Nə söz deyibsə o deyib. Baxın. İlham, sənin xəbərin var ay oğul. Sən nə edirsən? Mən başa düşə bilmirəm. Axı mən sənə belə bir dövlət verməmişəm. Yoxsa vermişəm. Bax, nelər baş verir. Sən oğlum görmürsən ki, bu dövlət yan üstədir, yıxılır. Xəbərin yoxdur sən bundan. Başın nəyə qarışıb ki? Sən mənə belə gəlir ki, sən bu dövləti idarə etmirsən. Bu dövləti Paşayevlərlə, bu nədir bunların adı? Yahudilər. Bölüblər. Mən yoxam. Kəftədilər. Səndəki İlham heç nə. Qamsamların arasında. Mən elə gəlir ki, səhv buraxmışam. Səni mən bu vəzifəyə qoyanda prezidentliyə. Bu səhv idi. Bəli, boynuma alıram. Çünki o zaman yadımdadır. Mən deyəndə ki, İlham prezident olacaq. Onda Sevil şoka düşmüşdü. Başa düşdün mü? Sən nə edirsən ata deyə məndən soruşdu. Onun gözləri kəlləsinə çıxmışdı. Belə çıxır ki, Sevil məndən yaxşı görür gələcəyi. Narazı idi Sevil. Sənin prezident olmağını istəmədi. Çünki bilirdi ki, sən o bir gün bu dövləti bax bu günə qoyacaqsın. Yan üstə. Başa düşdün mü? Yan üstədir. Sən yaxşı oğul olsaydın, mənim acığımı o gürcülərdən çıxardın. Sən bunu etmədin. Axı o hadisələr İlham bizim gözümüzün qarşısına baş verib. Bax, Supsadan danışıram. Bəli. Bax, hansısa gədə, gürcü. Qiyməti danışdıq, elə deyilmi? Sən bunu bilirsən. Boru tikiləndən sonra o qədələr məni eydilər. Məni sındırdılar və mənə başqa qiymət oxudular. Baxmayaraq ki, bütün dünya məni tanıyır. Bugündən qədər İlham, bugünə qədər sən mənim qisasımı onlardan almadın. Yox, heç nə eləmədin. Amma Sevil olsaydı, çoxdan mənim qisasımı alardı. O nə biabırçılıqdır? İkiyüzlülük. Bugün sən kimə qulluq edirsən İlham? Paşayevlərə, yoxsa Yahudilərə? Bilirəm. Bax, girmişsən sən o Yahudilərin qurğuna, belə deyil də. Orada bilsən necədir oğlum? O qurğudan sən çətin sağ-salamat çıxasan. Çıxa bilməyəcəksən, sən bilirsən. Qurğuya girən adam oradan onun meyidi çıxır. Başa düşsən də sən bunu. Yaxşı ki, başa düşürsən. Ona görə sənə bir məsləhətim var. Sənə yalnız Allah kömək edəcək. Başa düşdün mü? Sən geri qayıtmalısan. Sən şeytanlarla əlbirsən. Çünki Yahudilər şeytana qulluq edirlər. İlham, ax mən sənə o zamanlar demişdim. Düz ol, bərrakəli ol. Sən buna qulaq asmadın.
Sən bilirsən o səndəki diplom hardandır? Ha? Bilirsən sən bunu? O diplomu mən almışam. Mən zənglərlə. Ora zəng, bura zəng, falan kəsə zəng. Güya ki, oğlum oxuyur. Heç nə. Ona görə sənin ixtiyaratdan başın çıxmır. Yox, heç nə səndə alınmır. O malqaranı da belə sənə fırladırlar insanlar. Xəstə inəklər sırılırlar. Sən bunu görmürsən? Sənin bir əlacın var. Mən sənə kömək edə bilməyəcəyim İlham. Uşaq deyilsən, yekə kişisən, babasan. Ancaq məsləhət verirəm. Sən qayıt Allahın yanına. O Yahudilər, o masonlar, onlar hamı şeytana qul edirlər. Ağlını başına yığ. Gəl Allahın yanına. Ondan kömək istə. Bəli, ondan kömək istə. O sənə kömək edəcək. O, Yahudilərin səni öldürməyə qoymayacaqlar. Başa? Əgər yaşamaq fikrin varsa, belə elə. Mənə qulaq as. Belə. Başqa deyəsi bir sözüm də yoxdur. Əslində sözüm çoxdur. Amma İlham, heç də mən səndən razı qalmadım. Razı qalmadım. Hələ adi bir dolları bax, fikirləş. Mənim dövrümdə neçəydi o? 78 köpük. Bəs bugün 1 manat 70 köpük. Sən necə düşünürsən? Heç nə. Nə deyim? Demək sözüm yoxdur.